bugün ışıqlarını sönmüşdü. Mama gilə gəldi. Çünki evdə zaryadka, telefon zaryadkası yox idi, Wi-Fi yox idi. Evdə isti idi də. Gəldik mama gilə. Əli onsuz da mama gildə qalır. Mən Məhəmmədlə gəldim. Şey elədim. İndi Ruslan gəldi. Uşaqları qoyduq mama gilə. Ruslan da gəldi. Gedirik market alış-verişinə. Bazar günü qohumlarla birlikdə rayona gedəcəyik. Avtobus tutmuşuq, yaxın qohumlar rayona gedirik. Hər ildə bir dəfə belə bir şey eləyirik. Maraqlı olur mənim, xoşuma gəlir. Onun üçün həm də ümumiyyətlə ev üçün nələr lazımdır, tez bazar hazırlanacaq falan belə şeylər hazırlayacaq, alacağım. Nə alsam üstündə paylaşacağım. Belə. Alışverişdən aldıqlarımızla bölüşüm. Bunu keçən səfər almışdım, paylaşmışdım da, qısa videolarda var. Çox qəşəng idi. Həm tox saxlayır, həm şirinisi azdır. Çayla içmək üçün idealdır. Buna elə ki, xoş eurolara almışam. Bunun başqa növü var. Bura qoyacağım indi videosunu buradan sonra. 30 neçə manataydı kilosu. Bu təzə çıxmışdı. Prosta poprovut eləmək üçün biraz aldım. Həmişəki kimi bunun üstünə, bu pendirdən sütürsən, bunu da kəsib üstünə qoyursan. Proteinli, bol, super. Çox bəyənirəm. Light yenə 3 dənə aldım. Bunu zavtraka yeməyə aldım. Birinci gün yiyəcəm onu. Sonra kök salatı eləmək üçün kök aldım. Retinoldu tərkibi çox qəşəng olur. Dəriyə də çox faydalıdır. Əli də, Məhəmməd də xoşlayır, mən də xoşlayıram. Sabah eləyəcəm, reseptində bölüşəcəm inşallah. Uşaqlara da belə gündəlik yeməyə mango aldım. Vitamin C deposudur. Bunu da zavtraq üçün resept eləyəcəm, sizə də göstərəcəm. Burada da bir dənə çili sosu aldım. Sweet chili, bir də ki barbekü xrustiyaşı badamcan pişirəcəm. Bunu da küncüt də var üstündə. Onun üçün almışam. Çoxlu fili aldım. Burada kollagenlə içməyə ayran aldım. Həmişəki kimi. Əli nutellası. Belə. Qida olaraq bunları aldım. Amma əsas söhbət təmizlikdədir. Qızlar, keçən səfər hazırladığım zavtraka yenə hazırlayıram. Çiğ toxuma bal. Amma keçən səfər az eləmişdim. 2 qaşıq eləmişdim. Doymadım. Ona görə bir dəfə 3 qaşıq eləyəcəm səhər üçün. Bu dəfə südüm yoxdur. Südün əvəzinə bunu əlavə eləyəcəm. Hamısını əlavə elədim. Və üzərinə kollagen peptidi əlavə eləyəcəm. Normada günlük doza 1 qaşıqdır. Amma mən 2 qaşıq əlavə eləyəcəm. Niyəsi yoxdur. Məncə elə eləmək lazımdır. Çünki yoxsuz gecələr keçirdirəm və kollagen sintezim zəifləyib. Ona görə bir xeylax iş görmək lazımdır. Belə qəşəng qarışdırdım. Sabah da mango doğrayacağım üstünə. İnşallah tez duraram. Kursa gedənə qədər, məşqə gedənə qədər bu şişər. Yəni vaxtım olar manqonu doğramağa. Yox. Bu indi qalacaq səhərə qədər qəşəng bərkiyəcək. Bu enerji mənim işim yoxdur. Bu mənim sabah zavtraqım. Və salam. Və əsas tema buradadır. Qap şampunu, domestos. Bunu, ay Allah, o qədər qabağıma çıxdı ki, reels videolarda ev falan yığışdıran adamlar da hamı çox təriflədi ki, çox qəşəng, çox qəşəng. Baxmayaraq ki, özüm 72%-dən belə sabun hazırlaya bilirəm. Yenə mən də getdim aldım. Görüm necə olacaq. 2 manat 25 qəpiyə aldım. Bu 72 saat saxlayan çox yaxşıdır. Məşqə gedirəm, oradan çıxanda bəzən içmə bilmirəm. Çox köməyimə çatır. Yəni tələsdiyim vaxtlarda çimib gedirəm. Məşqdən sonra içmirəm də, gəlib evdə içməyəcəm. Bu skrab duş gölü
Adı necə bəyənirəm. Həm skrabdır, zərlidir özdə. Həm də ki şeydir, qəşəng köpüklənir, ətri qalır bədəndə, zərlər bədəndə qalır. Elə gözəldir. Çox bəyənirəm. Bir dəfə istifadə edəsiniz, əminəm ki, siz də bəyənəcəksiniz. Bunu Məhəmməd üçün aldım. Şey eləyəcəm buna. Xoşdur da, puding xoşdur. Onca puding eləyəcəm. Diş sapı. Uşaqların darağı yox idi. Bir dənə daraq aldım. Sabun aldım. Bunu Ruslan'a almışam. Bingo'dan yeni aldım bir dənə. Qalxıb qiyməti. Normalda məsələn mən alırdım endirimdə 4 manat. İndi olub 6 manat 60 qəpiyə. Salfetka və əsas tema buradadır. Deməli, Türkiyənin kapsulları paltar yumaq üçün, Rusiyanın kapsulları paltar yumaq üçün və Çin kapsulları paltar yumaq üçün. Bu məncə Çindir, hə? Prosta bunun üstündə Azərbaycan dilində yazı var. Bilmirəm, ya Azərbaycandır, ya Çinindir. İkisindən biri olmalıdır. 76 desə, indi Azərbaycanındır. Ətraf xoşuma gəldi. Şunu da istifadə edeyim. Keçən səfər payt idi, nə idisə bir dənə almışdım. Yadımda da qalmayıb adı. Ondan bir şey başa düşmədim. Ətri belə qəribə idi. Ətri vəbşə xoşuma gəlmədi. Amma açıq deyim də, paltarı yəni yuyulanda bir şey başa düşmədim ondan. O barədə heç nə deyə bilməyəcəm. Sıfır. Bunların üçün də istifadə edəcəm. Belə güclü paltar yuyuram. Dünən yuduğum paltarları həyətə qoydum ki, gelib sərərəm. Getmişik dənizə qayıtmışıq. Yadımdan çıxıb paltarları sərmək. Gün içində də həyətə düşmədiyimə görə bu gün axşam gedəcəm. Birazdan gelib baxacam, görüm paltarlar iylənməyibsə sərəcəm. İylənibsə təzələn gətirib yuyacam. Dəhşət bir şeydir, Allah haqqı. Yadımdan çıxır. Həyətə vəbşə gərək hicab geyinim düşümdə. Gün ərzində düşmürəm, çox üstü olur. Axşam da yəni yadıma düşməmişdi. Belə hicabın bəzən belə bir çətinlikləri ola bilir. Amma Allah öz kömək olsun və vəzini versin, nə deyək. Belə. Toplamda nə qədər tutdu sifarişlər, şeydə zakaz, nədir bunun adı, satış. Ben görüm, şimdi deyəcəm. Allah çıxmır. Bu 123 manat bu tutdu. Bu şeyler 123 manatdır da bu. 3'tüsü 3'tü. 123 manat təmizlik veşlərim. 197 manatda şeyler produkt. Bu nədir? 40 manat nədir bu? Hə, bu da şeydir. İndi bunu sizə göstərəcəm. Vitaminləri almışam. Yanını göstərim. Burada ev mezoterapiyası eləyəcəm. Öz üçün aloe ekstraktı, vitamin B kompleksinin ampulası. Sonra indi birazdan göstərəcəm də bunu üzümə eləyəcəm, tətbiq eləyəcəm. Necəsində sizə göstərəcəm. Pulları da seçən oldu mənim üçün. Ona görə belə eləyir ki, mənimkiləri yeyir. İndi mən deyim ki, mənimkiləri qaytar, o da onu düzəldir, verir mən. Mən onun üçün iş görürəm burada. Mən çəkiliş eləməliyəm. Gəlir burada mənim yeməklərimi yeyir. Oğurcu. İçdən də düzəltməsindir, o birisini özün yeyərsən. Bunları da yığışdırıb buradan, biraz sərgəli ol. Mən onun üstünə yaxmalıyım, kalbasanı da kəs tezim. Birinci kağızını soy, sonra bilməm sizdə yəqin ki, kağızla yeyirlər kalbasanı, bizdə soyub yeyirlər də yəni. Kulenka yeməli deyil. Vermirəm. İstəsən ged özü hazırlan. Mən heç nə yox. Ataba deyəcəksin sən hazırlasın. Heç nə yoxdur burada. Üzümü üzüma geli ilə yuyub gəlmişəm. Soplurtka ilə sildirəm. Sabah axır ustama vaxt yazdırdım. Qaşlarım üçün gedəcəm. Bu mezoterapiyanın birinci günüdür və üzlərim belə görsənir. Arada 10 gün eləyəcəm.
arada çəkərəm, çəkmərəm, bu barədə bilmirəm, amma sonda, axırıncı gün eləyəndən sonra bir də onda paylaşacağım. İndi birinci baxaq burada nə var? Sonra başlayaq artıq prosedura. Proseduru da axıra qədər göstərməyəcəm, çünki hicabı çıxardıb eləmək istəyirəm, belə mənə çox istəyirəm. Burada nələr almışam, onları göstərəcəm. Hal-hazırda mənə lazım olacaq şeyləri göstərəm sadəcə. Bunlar mənə lazım deyil. Aloe ekstraktı, vitamin C, askorbin asid, B kompleksi, bu E vitamini yağı, azon yağı və badam yağı nəmləndirmək üçün. Bunlar üçü yağ şəklindədir, üçü isə ampula şəklindədir. Hamısı 10 dənədir. Bu şəkildə ampulaların hamısını bir yaxşı olardı ki, sprey qutusuna qırım. Amma inanmıram, burada məndə boş sprey qutusu yox. Bir dənədir, o da içində spirt var. Ona görə adi bir qutuya qıracağım, adi bir qaba qıracağım, oradan tətbiq eləyəcəm. Deyim, gətirim, gəlirəm. Gəldim. Bunlar bir tibb bacısı olaraq bir dənə askorbin asid boşaldırıq qaba. Sonra aloe ekstraktı, bir ədəd. Açılan yerini pek de göremiyorum. Bu ampulanı da tökürük askorbinin üstüne. Neden bu tökülmüş? Düş. Sen bunu bacaracaksın. Düş. İşte. Boşalttım. Tamamı da. Bir tane vitamin B kompleksi ampulası. Böyle bir şey arkadaşlar. Bu ekranda şey oxşuyuram. Tibb bacısına. Oy, bu rengi də pisdir. Özdə yağ kimidir, iyisi də pisdir. Sanırım bundan sonraki günlərdə bunu kullanmayacağım. Bilmirəm, baxacağım. Çünki bunu istifadə edib yatacağım. Yastıqdan belə iyi gəlməyini istəmirəm. Mən bunu əvvəllər şeyə vururdum. Saç maskasına, saçma maskayalar eləyəndə vururdum. Yadıma gəlir, iyisi çox pisdir. Gec gedirdi. İndi yağlardan. Bu azon yağının bir də böyüyü var. Gələn səfər böyüyünü alacağım. Baxmadım. Çox az miqdarda əlavə elədim. İçinə daha sonra vitamin E yağı əlavə edəcəm. Açıqdır deyəsən. Vitamin E yağından 10 damcı. 1, 2, 4, 5, 6, 7, 8, 9, 10. Şu. Ve əslində vitamin A yağı da əlavə eləmək lazımdır. Prosto məndəkindən pisi gəlir. Bərbad balığı gəlir. Əlavə eləməyəcəm. Badam yağında çox əlavə eləmirəm, 10 damcı. Zaten vitamin C nəmlik verir dəriyə, nə qədər də olmasa. 3, 4, 5, nə oldu?
Eşer neyse. Buydu bu. Şimdi bunu böyle bir aparat almıştım. Mini hayfu aparatı. Burada bunun qiyməti 500 manatdır. Mən bunu ucuz almışdım Rusiyada olanda. Neçə aldığımı deməyəcəm. Çünki qohumlarım da bu videoya baxa bilər. Sonra deməsin ki, ayda ərim pulunu dağıdır. Deməsin deyə. Qiymətini deməyəcəm. Nə oldu buna? Tamam. Belə hayfu başlığı var. Bizə lazımdır. RF. Bu RF başlıq radio dalğalardır, radio frekanslardır. Qırmızı işıqla üzünə tətbiq elədiyin hər şeyi dəri altına köçürdür. Amma vacib deyil ki, sizə də belə bir aparat olsun. Adi dermaroller varsa dermarollerlə belə eləyirsiniz. Olsa lap yaxşı olardı, mən də eləyərdim. Dermarollerdən sonra da bunu üzünüzə tətbiq edib əllə prosta masaj edirsiniz. Əgər varsa, başqa masaj alətləriniz varsa, üz üçün olandan nəzərdə tuturam, onunla eləyə bilərsiniz. İndi mən də baxın burada necə əməlli başlı dərinləşib də bu şey. Və burada da gözüm aşağı düşüb. Bunun biraz yuxarı qalxmağına ehtiyacım var. Başlayayım, eləyim. Prosta əlimi batırmaq istəmirəm bunun içinə. İyisi çox bərbaddır. B kompleksinin iyisi çox pisdir. Amma necə tətbiq edəcəm başqa? Yox, qoy eləyim. Yox, normalda hicabı çıxardıb eləyəcəkdim, amma video çəkirəm və izləyicilərim mənim üçün önəmlidir deyə bunu burada eləyəcəm. Ayda dərim sırazu sakitləşdi. Maksimum xodda qoyuram. Burada xod işarələri var. Azaldırsan, çoxaltsan, amma maksimumda qoyuram və güzel tətbiq edirəm. Bu, dəri altına yeritməkdə istənilən növ preparatı. Mən qışda, mənim dərim çox quruyur da. Qışda şey yoxdur, kokos yağı. Onu dəri altına yeritmək üçün bundan istifadə edirəm. Bir də buna gel vurmaq lazımdır. Unutmuşam. Adi uzi gelidir. 2 manat 50 qəpiyə satılır apteklərdə. Keçiriciliyi çoxalsın deyə bunda vururuq. Çünki vurmasaq onu çox hiss eləmir də, dəri altına çox getmir. Keçiriciliyi az olur. Normalda göz altına olmaz əslində. Mən prosta nəyi düzgün edirəm ki? Bu şəkildə 5 dəqiqə üzümün sağ tərəfini, 5 dəqiqədə sol tərəfini eləyəcəm. Sonda bilmirəm, çəkəcəm, çəkməyəcəm. Amma bura qədər göstərə bilirəm ancaq. Sabah üzüm necə oldu, yatıb durandan sonra göstərərəm sizə. Belə. Gəldim sabah, buradan mango doğradım içinə, meyvə olaraq. Çox dadlıdır. Qəşəng olur, bunun dadı xoşuma gəlir. Zaldan çıxdım, gəldim, bağlamamı götürdüm. Yeni sezona hazırlaşdıq. Və yeni sezonda geyinəcəyim dəst budur. 95 manat bu şəkildə görsənir. Evə gedim, açım sizə də göstərəcəm. Səbirsizliklə gözləyirdim. Barcelonadan gəlib. Yolum meyvə tərəvəzdən keçir. Burada qəşəng pişnə gördüm, gözəlliyə. Çox qəşəng idi. Aldım.
gəlin birlikdə nə almışam ona baxaq. Belə bir dənə üst, top, perfect adapt. Bir dənə də belə short. Necədir? Durma. Sülək günlərim, part 2, evin halına fikir verməyəm. Məşqdən gəldim, yemək yedim, çıxam evdən gedib manikür, pedikür və bu qaşlarıma yaxından baxam. Bu arada bir gündür həmin o dediyim sizə vitamin dababqasını eləyirəm də. Aşağı dərimdə fərq hiss eləyirəm mən özüm. İnşallah bir 3-4 günə də yəqin ki siz hiss eləyərsiniz. Gedim öz baxımı eləyim, gəlir. Salondan çıxdım. Buna baxın. Nə gözəllikdir bu belə. Aşırı xoşbəxt oldum. Çox qəşəng görünür. Qoy birisini də göstərim. Qəşəngdir. Çox bəyəndim. İnşallah birinci günə kimi qalar. Xərab olmaz. Qızlar, bugün bunu açdım. Elə gözəl ətri var. Əməli başda duxu hissi gəlir də. Yəni elə ki duxudur. Amma belə balacadır. Bir dənə atacağım, paltar azdır, 3-4 dənə köynək idi, bir dənə də oğlumun məktəb sumkasıdır. Onu görüm nə qədər yəni bəs eləyəcək, eləməyəcək. Amma ətri çox gözəldir. Özü belə balaca olsa da ətri çox gözəldir. Baxım görüm effekti necə olacaq. Bu Azərbaycanın olanı idi. O birislərini də atanda göstərəcəm. Təbii ki, səhərdən çöldə olduğuma görə evin vəziyyəti buranı başqa göstərmək olmaz. Çox bərbad gündədir. İndi bu qardaşımız buranı yığışdıracaq. Başqa nağıra bilərəm.